Gideyim. Salam. Muhterem Prezident, Cənab Prezident İlham Əliyev, Sabah Bey, vitse-prezident Mehriban xanım, salam. Qazilərimiz, sonra şəhid edən analarımıza, atalarımıza hamısına salam deyirəm. Allah'ın salamını deyirəm. TikTok'da oturanların, YouTube'da oturanların hamısına kim de mənə baxır, onlara salam deyirəm. Allah'ın salamıdır. İndi burası bu soğukda görsün, mən çəkmişəm də 78 dəfə hamısına baxmışsınız, görürsünüz. Mənim şikayətim Sabunçu rayonu polisiyle, Sabunçu rayonu prokuraturasına şikayetim var. Özünüz bilirsiniz də, mən vərəsəyəm. Ancaq vərəsəliyə görə şikayət edirəm. Mənim əmlakım 511 torpağı üstündə. Mənim əmlakım bizdə əmlakım satılır. Gülə bizim oldu. Qarda yolu davamlı Aygül xanım, günaydın Aygül. Mənim nəzarət şöbəsinin polislərin şöbəsi baxdı sənədlərimə, deyirdi qadanın baxdı. Nə notariusla, nə torpağı var, hamısından kağıtlarım var. Verəsiyəm bu sehtini almışam. Bu Hüseyin Fətullah Məlikoğlu, demişəm sizə, da mən bir də təkrar eləmirəm. Sonra Kamran, hatta 17 minə bir mənim əmlakımı alıb, 4500 dollara da mənim hamamı qızıl məbəzini. Oradaki bu əmlakın əlinə mühəndislə getmişəm, onlar pul yiyiblər. Mənim əmlakımı əmlakıma görə düşünəndə bir imamdan 2 imam eləmişdilər. Yalandan deyirlər girişdi. Bakın girişdi, biz obyektinə görə. Mən xahiş eləmişdim ki, mən əmlakımı obyektinə hamısından kağıdımlar. Yalandan bir etibarnamə qardaşım verib deyil. Qardaşım etibarnamə də verməyib. Bundan da notariusdan kağıdımlar. Nə başınıza ağırdım da indi gəlmişəm bu qarda. Kim çıxar bu soğukda qarda? Gəlmişəm prokurorluğa, Sabunçu rayonu prokurorluğuna. Gəlmişəm, cəmaat oturub qəbul edirlər. Mənə qəbul eləməyib. Respublika prokuroru məktub göndərib. Getmişəm ora. Çəkiliş eləmişdim. Sonra sizin Bakı prokurorluğu göndərib. Sonra Zahid Oruç cənabı göndərib. Sonra Sahibə xanım. Hamısı göndərib. Vilayət Eyvazı. Mənə oynadılar bunlar. Evgiz müəllim də məni qəbul elədi. Müdaxilə işlər Evgiz müəllimə başladı. Yalandan qəbul eləməyinə baxmayaraq, o da yalandan mənə deyir ki, bir qərarı değişməkdir. Gəlmişəm bu qərarı değişmək. Çıxır, cənab qəbul gəlir. Qəhrəman müəllim bu qəbuldur. Yalandan deyirlər iclasdadır. Heç iclasdadır. Deyirdi Nicat müəllim yalan deyir. Nicat müəllim şəhəndə və qışqırıq bağır eləyəndə düşdü əlimdə. Maşına qoyun gündən xanım kağıt gəlirim. Mən də oradan danışırdım, deyirdim ki, kamerada qoy baxsınlar. Belə yavuçqolar, Murat Dadaşlı, Qəhrəman müəllimə 3 dəfə, 4 dəfə zəng elib. Respublika prokurorundan Səməd müəllim 2 dəfə zəng elib ona. Arzu müəllim zəng eləyib onlara, orada alqovnik, sonra Ramazan müəllim, sonra orada neçə dəfə hamısı kağız göndərib, bunlar baxmırlar. Qalxır, nə başlarının gəldi Nicat müəllim, məndən niyə şikayət edirsən? Dedim, başa düşmürəm, zəng elədi indi sənə polis. Dedim ki, get, yanında orada polis idarəsi Cavid müəllim oturur. Elgi, Cördar, bir də kapitan Əjdər. Onlar yalandan qərar yazıblar, bu qalıblar qərar yazıblar. Mən ona niyə gedim, mən ona şikayət edirəm. Qatar Respublika prokurorluğuna qərarı vermişəm, ondan almışam Əjdərdən. Sonra Respublika prokurorluğuna, Bakı prokurorluğuna özlərinə göndəriblər. Mən də göndərmişim hər şey. İndi amma yalandan bunlar deyir ki, yoxdur. Dedim, necə yoxdur? Mən bilmirəm. Verin mənim kağıdımı. Bunların qışqırıqdan sonra hər gün şikayət edəmi deyirdi ki, get yine
Polisdən al. Polisdən mən niyə alam? Elə Allah yedim mənim üçün. Kadro çıxdı orada, Cavid müəllim. Acil kadrosu polis formasında. Bilmirəm niyə gəlmişlər o dəftərxanaya. Dedim ona ki, dəftərxanada da gündüz müəllimə şikayət edim. 2 dəfə gəlib gəlmir. Nə telefona gəlir, nə bir burada kağız var, nə zaten gizlədirlər. Belə biabırçılıq olar. Sən sonra elə yaxınlaşdı mənim siz deyin, köməkçisi Polat qardaşımı, ondan da şikayət eləmişdim hər gün. Hər gün bundan sonra niyə məndən şikayət vermiş gəldi? Sən onu gəlib mənə dəyişməz üzrə cavablar değişti. Yani indi mənə söz verib, bilməm yalan yox, gün atmamış gəldilərin 5-ci günü gələrsən saat 3-də, səhər 9-da gəlir, 3-də gələrsə, mən qərarı değişib verir. Mənimlə danışır, kim yoxsa kimə danışır, kimlə danışır. İndi var, çıxmışsın, xahiş elədim. Mənə yoldan keçərim, çox sağ olsun, Allah'ım ömür versin. Çəkdim mənim çəkim, var, hələ razı eləyəm, bu soğukda. Hızlı mən də demişim, çəkmə söyləyirəm. Biabırçılıqdır, elə qabullara da yatırmışım. 5-ci gün vermədim, indi özləri görərlər mən neyəmişəm. Mən də şey ötmürlərəm. Xahiş edirəm sizdən. Mənə baxan, Vilayət Evrazı cənabı, orada Elgiz müəllim yalandan, mən zəng edirəm 102-yə, mənə 102-də deyirlər ki, sizin sənədlər Elgiz müəllimdədir. Xeyr ola, Elgiz müəllim prokuror qərarı değişməmiş. O, mən getmişəm, o mənə də gün atmanı ki, değişdi prokuror. Səndə niyə olmalı materiallar? Olmalı prokuraturada qərarı değişdi, sonra sənə gəlməlidir. Mən bu şey çalışacağım. Gezən gediyəm, ya içərdən Daxili İşlər Nazirliyinə zəng edirəm, mənə deyirlər ki, Vilayət Evrazı cənabının müavini göndərib qoracına. Xeyr olur, mən qoracına niyə gedim, mən oynadım, mən yazıq deyirəm, mən insan deyirəm. Belə biabırçılıq olar, mən oynadılar. Elə bir, mənə deyir ki, Nicat mənim, vəkilin var, vəkilin gəlsin. Xeyr olur, vəkilin üstünə iş gəlsin. Niyə vermirsən məhkəməyə? Elə bulan canların azları oldu ki, mən məhkəməyə vereyim, sabunçu ilə qansınlar. Bu sabunçu ilə bölməyə görə. Xeyr, mən hamısını almamış, kulağınızı açın, eşidin. Mehriban xanım, qurban olun sizdən, vitse-prezident, prezidentimiz, xahiş edirəm, mən köməkli eləyim. Siz böyüksünüz də, bunlar mənim başım çıxmır. Bunlar sabunçu rayonun polisinin, sabunçu rayonun arxasında prokurorun kim dayanır? Mənim başıma onu getir. Bu 12-ci bölmədən tutarmışam, indi bunlara düşmüşəm. 12-ci bölmədə göndərir uçaskovisini, gedir orada deyir, obyekt açıb, mənim evlərimiyə. Oradan da pul yığır, açdırır mağazini, gedirəm belgəyə qağlayırlar, genelde. Xahiş edirəm, köməklik edin, sağ olun.